Biz hər gün Allahdan hər şey istəyirik. Hətta ölənə qədər istəyirik. Hələ imkanımız olsa, deyərik bizi öldürməcəklə, ölümsüzlük ver bizə, onu da istəyərik Allahdan. Amma Allah bizdən nə istədi? Allah bizdən 2 dəqiqə ibadət istədi. O ibadəti də bizim xeyrimizə görə istədi. Şeytan bizi Allahdan uzaqlaşdırmasın. Şeytan bizi öz tələsinə salmasın. Və bizi Allah yolundan azdırmasın. Biz amma o 2 dəqiqə ibadəti Allaha vermirik. Amma hər şey Allahdan istəyirik. İnsan bunu dərk edə bilmirsə, bilsin ki, artıq şeytan onu Allahdan uzaqlaşdırıb və onun qəlbində yuva salır. Necə ki, bilmədən yaranmışıq, bilmədən də bu dünyadan köçüb gedəcəyik. Siz istəsəniz də, istəməsəniz də. Allah özü bilir, o yaratdığı cənnətə kimləri salacaq, o yaratdığı cəhənnəmə kimləri salacaq. Tövbə edin və gedin Allaha sığının və Allahın əmrlərinə tabi olun.